Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə bölmə 9-u izah edəcəm. Bölmə 9-un ilk mövzusunu izah edəcəm. Bölməmizin adı təbii fəlakətlər. Mövzu 32. Yerin daxili təbəqələri hansılardır? İş vərəqi 1. Daxili təbəqələri müəyyən edin. Səhifə 40 və 41. Birinci tapşırıq. Verilmiş sözlərdən istifadə edərək yerin təbəqələri ilə bağlı boşluqları doldurun. Əvvəlcə birinci yer qabığı təsvir olunub. İkinci isə yerin daxilində yerləşən mantiyadır. Üçüncü xarici nüvə adlanır və bu kiçik olan, dairə olan isə daxili nüvə adlanır. İkinci tapşırıq. Yerin daxili təbəqələrin şəklinə əsaslanaraq sualları cavablandırın. Deməli, baxırıq şəklimizə əvvəlcə. Deməli, burada ən qalın daxili təbəqənin qalınlığını hesablayın. Ən qalın təbəqə daxili nüvədir. 6370 kilometrdir. Burada da yazılıb, amma yaxşı görünmür burada. Daxili təbəqələrin qalınlığını artan ardıcıllıqla düzün. Artan ardıcıllıqla düzəndə kiçikdən böyüyə gedir. Ən az qalınlığa malik olan yer qabığıdır. Burada yazılıb hamısının nə qədər qalın olduğu. İkinci mantiya, üçüncü xarici nüvə, dördüncü isə ən qalın olan daxili nüvədir. Yerin daxilinə doğru qət etdikcə temperatur necə dəyişir? Yerin daxilinə əgər qət ediriksə yolu, o zaman getdikcə isti olur ora və temperatur artır. Yerin daxili temperaturlarına uyğun gələn daxili təbəqələri boşluqlara yazın. Baxırıq ki, birinci şəkildə, birinci sütunda çox balaca görünür də, balacadır və 1000 dərəcə temperaturdan da az olduğuna görə bu yer qabığıdır. İkinci mantiyadır. Bunun temperaturu 3000-ə yaxındır. Üçüncü xarici nüvə. Xarici nüvə də 4000-ə yaxındır. Daxili nüvə isə artıq 5000-ə yaxındır. Dediyi ki, dərinə getdikcə, yerin daxilinə doğru qət etdikcə temperatur artır və daxili nüvə də ən daxildə yerləşdiyinə görə bura doğru qət etdikdə temperatur çox artır, 5000 dərəcə olur. Səhifə 41, tapşırıq 1. İş vərəqi 2. Litosfer tavaları. Aşağıda verilmiş litosfer tavalarının kontur xəritəsinə diqqətlə baxın. Litosfer tavalarının adlarını xəritədə uyğun gələn ərazilərə qeyd edin və müvafiq rəylərlə boyayın. Əvvəlcə baxırıq, Sakit Okean burada yerləşir və qalanında bura düşüb. Ona görə buranı mavi rəylə rəyləyirik. Afrika çəhrayı rənglə ortada yerləşir, mərkəzdə. Avrasiya Afrikanın yuxarı hissəsində yerləşir. Avstraliya isə buradadır. Karib isə bu qırmızı rəngdə olandır. Şimali Amerika bu böyük ərazini əhatə edir. Hind Avstraliya isə bu yaşıl olan ərazidir. Antarktida bilirik ki, cənubdadır. Yəni aşağıda verilib. Filippin buradadır. Bura Filippindir. Və Nazca isə Sakit Okeana daha yaxın yerdədir. Litosfer tavalarının ərazilərini ölçülərinə görə müqayisə edin. Sizcə fərqlidirmi? Ən azı 3 böyük ölçülü litosfer tavalarının adlarını yazın. Ən böyük ölçülü litosfer tavaları Sakit Okean, Avrasiya və Şimali Amerikadır.
Tapşırıq 2. Xəritə üzərində litosfer tavaları rəqəmlərlə qeyd edilmişdir. Respublikamızın yerləşdiyi ərazinin hansı litosfer tavalarının sərhəddində olduğunu müəyyən edib, həmin tavalarının adlarını rəqəmlərə uyğun olaraq yazın. Burada bizim ölkəmiz burada yerləşir. 9 nömrəli olandır. Ölkəmizin ərazisi çünki Avrasiya və Ərəbistan litosfer tavalarının toqquşma sərhəddində yerləşmişdir. Bugünkü dərsimizdən bu qədər dostlar. Hələlik.